Değerli izləyicilər, biz 2 gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Cərrahi Klinikasında pasiyenti əməliyyat etdik. Bu pasiyentdə 2 əməliyyat icra olunmuşdur. Həm qalxan valivəz, həm də ürk hissəsində daş olduğu üçün laparoskopik üsulla xolesektomiya. Xəstə, yəni əməliyyatdan öncə biz əməliyyatın gedişi barəsində, əməliyyatın ağırlığı barəsində pasiyentə məlumat verdik və pasiyent dedi ki, bəli, yəni mən hər iki əməliyyatın öhdəsindən gələ bilərəm, yəni ağır tərəfdən. İndi özünüzü necə hiss edirsiniz? Yəni, düz qərar verirsiniz ki, eyni vaxtda, bəli, 2 əməliyyatda oldu. Bəzən görürsünüz ki, xəstələr 1 əməliyyatdan qorxur, siz 2 əməliyyatı rahat bir şəkildə idarə edə bilirsiniz. Sağ ol, Allah şəfa versin, keçmiş olsun. Bu pasiyentdə yaxınlaşın. Əməliyyatdan sonra, yəni əməliyyat zamanı biz yara tikilmədi, xüsusi striplər qoyuldu. Bu striplərin açılma müddəti əməliyyatdan 4 gün sonra olur. Yəni 4 sutka əməliyyatdan sonra, yəni 4 sutka bu strip qalır. 4 sutkadan sonra isə xəstə yuyunduqdan sonra, yəni duş etdikdən sonra həmən stripləri çıxarda bilir. Və burada məqsəd nədir? Yəni yaranın kənarlarını yaxınlaşdırmaq və yara gün aşırı açılır. Yəni bir gündən bir açılır və bir gündən bir açılır da ancaq strip düzələndən betadin məhlulundan isladılır və quru sarğı qoyulur. Açıq saxlaya bilər, amma quru sarğı olur və 4 gündən sonra açıldıqdan sonra isə artıq sarğıya ehtiyac yoxdur. Buyur, mən qapadım ya. Həm də ök hissəsində əməliyyat yerlərdə laparoskopik üsulla icra olunduğundan orada da dəliklərdən daxil olub, orada da heç bir tikiş atılmayıb, yəni yaxşılanıb. Bu gün də pasiyenti evə yola salır. Allah kömək olsun, geçmiş olsun. Siz hardan gəlmişdiniz? Şəkidən. Şəkidən gəlmişdiniz. Ben şəkillərdə sağ olun. Bu tənət vərəqəsində verir. Eynən. Bir dənə əlavə olaraq mədə qoyucu yazarsan. Yeməyi şey verərsiniz, bir artıq. Yəni sulu yeməklərdən istifadə edin. Yəni 3 gün müddətində. Sən sonra normal kifayət edərsiniz. Bir ay məsələn düyüdür, katletdir, kızartmadır, yani böyle şeylerden uzak olmak için köfte mesela doğru neyse bir salaz olsa neden bu kadar saklayasın. Yaxşı. Lale doktor təminatı verib evə yola salmışsın. Yaxşı. Oldu, sağ salamat. Sağ.